Aha. Gəlin mənim qəşəng bir sual var. O da təbiiz nəzəriyyəsi. Təbiiz. T-ə-b-i-z. Axırı dadlandı. Yəni bəzi. Nə deməkdir bu? Sən müşahidin var. Bəzi məsələlərdə mən eləyə bilərəm ki, təqid edeyim filan müşahidə, bəzisində filan müşahidə. Bəzi məsələlərdə başqa müşahid təqid edirsən, bəzisində başqa müşahid təqid edirsən. Onlar olmaz. Bu barədə bəzi fikirlər var. Bütün müşahidlər yalnız Vəhdi Xurasani bundan başqa qeyd edirlər ki, təbiiz, təqliddə istər bir müşahiddən, istər bir neçə müşahiddən caizdir. Təbiiz qanuna baxanda normalda, o da özü-özlüyündə, yəni bir məsələdə bu müşahiddən, başqa məsələ başqa müşahiddən icazəlidir. Təkərləm. Ayətlər Vəhdi Xurasandan başqa bütün müşahidlər deyirlər ki, təbiiz caizdir. Təbiiz nədir? Yəni bir məsələdə buna təqid edirsən, məsələn əhkam məsələsidir. Evlənməli mövzusunda buna təqid edirsən, bundan tam fərqli mövzu olan alverdə o təqid edirsən. Təbiiz vardirlər. Onlar Vəhdi Xurasandan başqa hamısı deyirlər ki, olar. Normalda olar, şərtlərini deyəcəyik. Misal ünvan deyirlər ki, biz məsələn oruc, namaz məsələsində buna təqid edirik. Bundan fərqli məsələ olan xumusda ona təqid edirik. İzdivacda, evlilikdə ona təqid edirik. Namaz, oruc fərqli məsələdir. Xumus ayrı məsələdir, evli ara məsələdir. 3 müşahiddən təqid edilir bu məsələlərdə. Deyir, bu olar. Olar, amma sən deyil. Bir elə məsələ var ki, adları fərqlidir, amma bir-birinə bağlıdır. Məsələn, boşanma, evlilik, bura bir bağlı məsələlərdir də. Və yaxud da, məsələn, bədənin və paltarın nəcis hökmləri. Paltarın və bədənin nəcis məsələsi uyğundur neylə? Namazqlanın paltarı hökmü ilə. Bunlar ikisi eyni hökmdür. Yəni, nəcis paltar namaz qılmaqlıq olmaz. Bir də var ki, paltarın hökmləri. Bunlar ikisi eyni hökmdür də. Bunda, buna, onda olmaz. Çünki paltarın, bax, mövzu eynidir. Paltarın pak və nəcis olmalığı. Mövzu eyni olduğu üçün burada fərqli müşahid olmaz. Olmalı eyni müşahid. Çünki məsələlər bir-birinə bağlıdır. Buna caizdir. Sonra, təşkil edilən təbiiz normalda caizdir. Bu şəklə ki, məsələlər fərqli olsun, bir-birinə bağlı olmayan məsələlər olsun, təqil etsin ondan, bundan. Və burada bir qeyd var. Deyir, təbiiz-i ibtidai. Yəni, ibtidai təbiiz, ibtidai bəzi təqlidlər, bu deməli, nə deməkdir bu? Yəni, müqəllid əmələ başlamışdan qabaq, əgər istəsə ki, təqid eləsin, nə qədər ki, əmələ başlanmayıb, əmələ başlamadan öncə eləyə bilər. Bir də oxuyum bunu. Nə qədər ki, o əmələ başlamayıb, keçə bilər o məsələdə başqa müşahidə. Artıq yox, öz müşahidin təqidi eləyə. Baxın, təkrar edirəm. Sən məsələn təqid etsən bir müşahidə xumus mövzusunda. İstəyirsən ki, evlilik məsələsində o bunu təqid eləyərsən. Dedik, olar. Düzdür. Hansı halda olmaz?
Bir-birinə bağlı məsələlər olmaz. Ki, paltarın paşlığı, paltar nəcisi. Evli boşanma kimi. Xumus ayrı məsələsidir. Deyək, ağlayır başqa məsələdir. Bu müşehiddən əli, bu da vəli. Şərtab deyirəm. Təqidin dili olar. Nə vaxt deyir olmaz? Deyir, eyni məsələ olsa, bir-birinə bağlı məsələ olsa olmaz. Və deyir, məsələn, bəzi insan olur ki, təqid eləyir bir müşehidə. Həm xumusda, həm də alverdə. Artıq təqid eləyib. Deyir, təqid eləyəndən sonra, yəni bu artıq öz əli adlı müşehidinə həm xumusda, həm alverdə təqid eləyib. Onun dediyini əməl edib, ikisində də, alverdə də, xumusda da. Düzdür? Bundan sonra eləyə bilər, keçsə başqasına. Biz əvvəl nəyə danışdıq? Təqid etmədən qabaq öz müşehidinə, öz müşehidini təqid edib xumusda. Amma alverdə hələ başlamamışdı deyə. Başlamamışdan qabaq alverdə keçsin başqa müşehid olar. Bu dedik olar. Bir şərtən ki, bir-birinə bağlı məsələ olmasın. Bəs təqid eləyəndən sonra bir müşehidə həm xumus təqid edilir, həm təqid edilir alverdə. Deyir, burada bir məsələ var. O da udul. Udul. Udul nədir? Deyir, artıq bu gedir udul məsələsinə. Sən təqid edirsən bir müşehidə hər məsələdə təqid edirsən, başqa müşehid təqid etmək olar yoxsa olmaz. Yəni, keçmək olar yoxsa keçmək olmaz.